uşağı üçün birmənalı şəkildə risk yarada bilər. Ailəsində hansı genetik xəstəliklər var, onun adını bilsəydik daha detallı, daha dəqiq məlumat vermək olardı. Amma ailənin bir neçə fərdində genetik xəstəlik varsa, hər halda bunu yazan böyük ehtimal ki, düşünürəm bir xanımdır. Genetik xəstəliklər bir neçə qrupda olur. Ən çox yayılmış olan, ən çox bildiklərimiz o iki qrup olaraq bölürük. Resessiv xəstəliklər, dominant xəstəliklər. Əgər söhbət hansısa bir resessiv xəstəlikdən gedirsə, xanımın özü üçün hər hansı bir təhlükəsi yoxdur. Amma doğulacaq uşağı üçün yoldaşında da eyni resessiv xəstəliyin daşıyıcılığı varsa, bəli risk var. 25% ehtimalla o xəstəlik təkrarlana bilər. Yox, əgər söhbət dominant xəstəliklərdən gedirsə, elə genetik xəstəliklər var ki, fərqli yaşlarda üzə çıxa bilir. Bəzisi erkən uşaqlıq dövründə, bəzisi yeniyetməlik dövründə, bəzisi 30-lu 40-lı yaşlardan sonra belə üzə çıxa bilir. Yəni xəstəliyin hansı olmasından asılı olaraq xanımın özü üçün risk varmı, yoxmu, bunu xəstəliyi bildikdən sonra dəyərləndirə bilərik. Amma uşağı üçün dominant xəstəlik belə olsa, resessiv xəstəlik belə olsa, hər iki halda riski var, bəli. Öncədən yoxlanılması, nəslində olan genetik xəstəliyin adını qoymaq lazımdır, hansı genə bağlı olduğunu bilmək lazımdır. Ondan sonra xanıma planlanmış hamiləlik məsləhət görülür.